Hamısı etiraz edirdilər ki, yəni ki, bacarmayacaqsan. Mən isə adaya çıxıb körpüləri arxamca yandırmışdım. Mən qərarımda qəti idim. Qərar verdim ki, müəllimlik peşəsinə son qoyum, tamamilə özümü bu bağa həsr eləyim. İnsan arzulamalıdır, hər şeyi arzulamalı. O arzular gec də olsa həyata keçir. Yenə də əzmin sonu zəfərdir. Bağın ən yaxşı fəhləsi mən özüm olmuşam. Bağımızda olan bütün ağaclara mənim toxunuşum var. Yanağı kırmızı, ağaç dalıma yanağı kırmızı. Derse beteyir onu bağdan kızı, derse beteyir onu bağdan kızı. Ağaç dalıma dadı baldan şeker, kız oğlan ile onu xəlvət dərər. Ağaç dalıma yetişip der tez ol, dostlar için sen onu gönder tez ol. Dostlar için sen onu gönder tez ol. Dünyaya göz açdığım ev dənizin kənarındaydı. Hər səhər gözümüzü açanda günəşin dənizdə necə doğduğunu görürdüm. Və hər gündə bir rəsm çəkirdim, günəşin doğmasını orada vəsf eləyirdim. Arzum memar olmaq idi. Ailəmizin qərarı ilə Lənkəran Pedaqoji Texnikumunda ibtidai sinif müəllimi peşəsinə yiyələndim və 32 il şəhər 3 sayılı orta məktəbində müəllim kimi çalışdım. Dərs dediyim sinif otağı da həmişə botanika bağına bənzəyirdi. Hər tərəf gül, çiçək. Təbiəti həmişə çox sevmişəm. Ailəmizə məxsus bu torpaqlar alınanda bunu bir insana tapşırdıq, idarə etməsin. O da işin öhdəsindən gəlmədiyinə görə yeni salınmış Feyxo bağı bir böyürtkən çolluğuna çevrildi. O ağacları görüb ürəyimdə onlara belə bir sevgi yarandı ki, mən bu bağı bağ eləməliyəm, mən bu bağı dirçəltməliyəm və başladım işə. Evimizdə də, hər tərəfdə də bu qərarım belə də xoş qarşılanmadı. Hamısı etiraz edirdilər ki, yəni ki, bacarmayacaqsan, özün dərs deyirsən, müəlliməsən, şəhərdə yaşayırsan, kəndə hər gün gedib gəlmək ötəri həvəsdir, keçəcək. Amma mən isə adaya çıxıb körpüləri arxamca yandırmışdım. Ürəyimdə bir səs həmişə mənə deyirdi ki, biraz da döz, düzələcək, yaxşı olacaq. Amma bu illəri aparırdı. Mən qərarımda qəti idim. Birinci bir briqada yaradıb, bu balaca fidanları böyürtkən çolluğundan təmizləmək oldu. Mən 6 il həm dərs dedim, həm də ki, bağı idarə elədim. Amma sonralar qərar verdim ki, müəllimlik peşəsinə son qoyum, tamamilə özümü bu bağa həsr eləyim. Beləliklə illər keçir, ağaclar böyüyür və bağdan heç bir gəlir yoxdur. Bir hadisə heç vaxt yadımdan çıxmır. Feyxonun həmişə birinci dərimdə qiyməti yaxşı olur. Kütləvi yetişəndə isə feyxonun qiyməti çox düşür aşağı. Birinci feyxo yığımında cəmi 200 kiloqram feyxo yığmışıq. İndi mən fikirləşdim ki, belə yığmaqdansa onu saxlayaq, biraz böyüsün, daha sonra yığaq. Üstündən bir həftə keçəndən sonra işçiləri 20 qadın sahəyə gəlmişik feyxo yığmağa. Alıcıya zəng elədim. Feyxonun qiyməti 70 qəpik idisə, bütün il boyu çəkilən zəhmət, bütün il boyu çəkilən əziyyət demək olar ki, heç maya dəyərini çıxartmayacaq. Çox pis olmuşam. İndi fikirləşirəm ki, bu qədər insan gəlib burada işləməyə, onların əmək haqqısını necə verəcəm? Məni bir dənə ağlamayı tutub, elə ağlayıram ki, üzünü tutmuşam, ay Allah, mən pis iş görmürəm, axı, təbiətə xeyir verirəm, insanlara xeyir verirəm. Niyə mən buradan heç vaxt, yəni,
xeyir götürmürəm. Ağladım və gözümü sildim. Başladım istehsala. Feyxo turşusu, kivi turşusu, feyxo mürəbbəsi, kivi mürəbbəsi, sonradan mandarin mürəbbəsi, bunları hazırlamağa. Hazırladığım məhsullardan da qızım İçəri şəhərdə 5 restorandan nümunələr apardı. 5 restorandan 3-ündə bizim məhsulları bəyəndilər və sifariş də verdilər. Günlərin bir günündə də bir layihədən gəldilər ki, siz agroturizmə başlamaq istəyirsiniz ki, sizin qonaqlarınız olsun, sizin əməyinizlə tanış olsun. Mən də bu təcrübəni eşitmişdim xaricdə. Dedim ki, əlbəttə istəyərəm. 15 hektara yaxın ərazini bağımız təşkil eləyir. Burada feyxa, kivi, digər sitrus meyvələri, limon, mandarin, portağal, sonra kinkan ağaclarımız var. Meyvənin ən keyfiyyətlisi təbii ki, satışa gedir. Feyxonun əsas hissəsi xaricə ixrac olunur. Eyni zamanda da kivinin, qalan məhsulun müəyyən bir faizini biz istehsal eləyirik. Müəyyən faizini də ki, bağımıza gələn qonaqlar özləri gəlib dərib, dadına baxa bilir və özləri dərdikləri meyvəni də ala bilirlər bağımızda. Görün dünyanın harasıdır ki, əvvəl ikisi də mənə qarşı idi, indi ikisi də yanımdadır. Yenə də əzmin sonu zəfərdir. Kənd təsərrüfatından maraq, Rəftara xanımdan da qabaq, rəhmətli Kazım babamdan mənə miras qalıb bir növ. Kazım babam Ulu öndərimiz Heydər Əliyevin təyinatı ilə 70-80-ci illər arası rayonun kənd təsərrüfatına, o vaxt ki, Aqrar Sənaye Birliyinə rəhbərlik edib. Hətta Ulu öndərimizlə konserv zavodunun açılışında şəkilləri vardı. Hansı ki, o şəkillər mənə biraz da ilham verdi ki, konserv sahəsini genişləndirim. 2021-ci ildən etibarən sitrus və əlay bağında istehsal olunan məhsulların emalı ilə məşğulam. 2021-ci ildə bir dəfə bağa gəldim, gördüm ki, yağışdan dolayı yığmaq olmur məhsulları. Məhsullar qalıb çürüyür. Düşündüm ki, yalnız emalla, yəni müxtəlif növ kompot, cem, mürəbbələr bişirməklə bu anamın 18 ildə yaratdığı dəyəri hazır məhsula çevirə bilərik. İlk illərdə mən düşünürdüm ki, böyük əziyyət çəkir, böyük zəhmət qarşılığındadır. Mən bir övlad olaraq onu bu zəhmətdən, əziyyətdən azad etməliyəm. Deyirdi ki, mama, nə qədər pul istəyirsənsə mən verim, amma bağa getmə də. Yəni, həm əziyyət çəkməyimi istəmirdi, həm də ki, bəlkə də ürəyində bir inamsızlıq var idi ki, heç nə alınmayacaq, heç nə düzəlməyəcək. Amma sonradan gördüm ki, yox, insan zəhmətlə, əziyyətlə qidalanır. Biraz da yaxşı olur. Özümə borc bildim ki, bu yerə qədər gətirdiyi biznesində artıq mən də dəstək olum. Əks cəbhədə yox, eyni cəbhədə çalışaq. Bəli, eynən. İlk ağaclar bağımızda deməli 2006-da salınıb. Deyərdim ki, bağın ən yaxşı fəhləsi mən özüm olmuşam. Çünki kətmən vuranda yerə, qızlar həmişə mənə deyərdilər ki, müəllimə, siz deyir, şəhərdə yaşamısınız, ancaq kətmən vuranda bizdən daha yaxşı vurursunuz. Və yaxud feyxo yığımında, digər məhsulların yığımında mən hamısından çox yığıram. Çox vacib olmayanda harasa getmək, mən həmişə bağdayam. Məndən olsa heç axşamlarda qalaram. Bağımızda 15 mindən çox ağac var. Bağımızda olan bütün ağaclara mənim toxunuşum var. Bağ işi belədir ki, hər açan çiçəklə xoşbəxt olur insan. Hər yetişən meyvə ilə xoşbəxt olur. Bu təsərrüfatın bu kəndimizə çox böyük töhfəsi var. Biz əti bu kənddən alırıq. Qonaqlar yumurtanı bu kənddən alırıq. Sonra süd, ağartı məhsullarını. Eyni zamanda da bizim bağa gələn qonaqlar çox oldu, turistlər çox olduğuna görə kimin həyətində nə yetişirsə,
onu gətirib bizim bağımızda bazarlaya bilirlər. İndi xiyar əkimi və ağaclara qulluq dövründə hardasa 20-25 nəfər hər gün çalışır. İstehsala başladığımız dövrdə də əlavə olaraq hardasa bir 15 nəfər çalışacaq. Amma meyvə yetişəndə, meyvələr yığımında bizdə hardasa 40-45-dən artıq insan çalışır. Dünyanın bir çox ölkələrindən olan qonaqlarımız olub. Azərbaycandakı 20 ölkənin səfiri bizim bağda qonağımız olub. Mən bu bağı salanda arzu eləmişdim ki, cənab prezident və onun ailəsinin üzvləri bağımızın qonağı olsunlar. Keçən noyabr ayında bu arzum həyata keçdi. Leyla xanım, Arzu xanım, Alyona xanım bizim bağımıza təşrif buyurdular. İnsan arzulamalıdır, hər şeyi arzulamalı. O arzular gec də olsa həyata keçir. Və Leyla xanım sağ olsun bizim çətinliklərimizi görüb, gedəndən sonra məhsullarımızın saxlanması üçün soyuducu anbarın tikilməsinə dəstək göstərdi. İndi hal-hazırda həmin soyuducu anbarın tikintisi başlayıb davam eləyir. Leyla xanımın bağımıza ikinci səfəri baxdı. Biz bu yolda elə gəzirdik. Mən də Leyla xanım soruşur ki, bağınız neçə hektardır? Deyirəm 15 hektardır. Deyir, hər gün bu bağı gəzsiniz. Deyirəm ki, bəli. Deyir, bəs yorulmusunuz? Deyirəm ki, düzdür, ayaqlarımda problemlər var. Amma məcburam gəzməliyəm. Yəni, gəzməsəm olmur. O da qayıtdı, dedi ki, bəlkə siz xanıma bir golf maşın hədiyyə eləyək. 3 gündən sonra bu maşın bizim bağa gələndə mən sevindiyimin həddi hüdudu olmadı. Yəni Leyla xanım səhhətimdə olan problemi diqqət mərkəzində saxlayaraq mənə bu hədiyyəni göndərdi. İnansız maşına oturdum, sürməyi öyrəndim və mənə bir ağlamaq tutmuşdu ki, bəlkə bir 10 dəqiqə ağladım. Mən yəni çox vaxt sərf etmədən bağdakı bütün işlərə nəzarət edə bilirəm indi və eyni zamanda bağımıza gələn qonaqları da onların içində səhhətində problem olan insanlar olur, gəzə bilməyən insanlar olur. Onları da yəni bağda gəzdirmək üçün çox yaxşı bir vasitədir bu maşın. Buna görə də mən Leyla xanıma dərin təşəkkür edirəm. Çox sağ olsun. Bağımız ilin bütün fəsillərində gözəldir. Xüsusilə yaz-yay aylarında gördüyünüz kimi gül-gülü, bülbül-bülbülü çağırır. Gəlin, bağımızın qonağı olun. Dadlı mürəbbələrimizin dadına baxa bilərsiniz. Ləzzətli çayımızdan içə bilərsiniz və Cənub mətbəxinin dadlı təmları ilə tanış ola bilərsiniz. Sizi bağımızda gözləyirik. Belə-belə işlər.